Əldə etdiyimiz tarixi zəfər həm ideoloji kontekstdə, həm milli həmrəylik və milli birlik kontekstində bizim üçün yeni vəzifələr müəyyənləşdiribdir, yeni perspektivlər açıbdır. Və bugün ən mühüm məsələlərdən biri ümumi tarixi, coğrafi miqyasda Zəngəzur dəhlizi və onun açılması məsələsidir. Ona görə də bugün biz Naxçıvanda Zəngəzur dəhlizi tarixin izi ilə adlı konferansda iştirak edirik və bu konferans özlüyündə təkcə coğrafiyanın tarixi deyil, həm də Zəngəzur dəhlizi ilə mənəviyyat əlaqələrinin yenidən qurulması, Azərbaycanın inzibati siyasi sərhədlərindən kənarda qalan Azərbaycanlılarla yenidən mənəvi birliyin, ideoloji birliyin formalaşmasını özündə əks etdirir. Bugünkü konferansda çox maraqlı çıxışlar oldu. Dini tariximiz, dini keçmişimiz nədir, hardan gəlirik? Bugün hansı mərhələdəyik və gələcəkdə yeni nəslin sağlam dini əsaslarda formalaşan təfəkkürünü yenidən inşa etmək üçün nə işlər görməliyik? Mən düşünürəm ki, bugünkü konferansda bu sualların cavabının tapılması üçün güclü təşəbbüslər və axtarışlar oldu. Əminəm ki, bu cür konferanslar, dinə bu cür yanaşma gələcəkdə Azərbaycanın milli və dini həmrəyliyini daha möhkəm etməklə dövlətimizi daha qüdrətli və güclü edəcəkdir. Azərbaycanın, o cümlədən Azərbaycan hökumətinin din siyasətini həyata keçirən Dini Qurumlarla isə Dövlət Komitəsinin Azərbaycanda mövcud olan dini mənəvi əhval-ruhiyyəni, yəni birlik, bərabərlik ruhunu kənarda yaşayan, ətraf ölkələrdə, dünyada yaşayan Azərbaycanlılar arasında da bu dini mənəvi əhval-ruhiyyənin hökm sürməsinə istəyir və bu istiqamətdə də çalışır. Və bunun əyani nümunələrindən biri dünən Naxçıvanın mərkəzində yerləşən Heydər məscidində, eyni zamanda Kazım Qarabəkir Paşa məscidində Azərbaycan xalqının ənənəsi olan vəhdət namazının qılınması oldu. Bu vəhdət namazında istər Gürcüstandan, istər Türkiyədən, istərsə də Azərbaycandan olan din xadimləri məzhəbindən asılı olmayaraq birlik, bərabərlik nümayiş elətdirdilər. Biz Gürcüstandan olan din xadimlərini, eyni zamanda Qarsdan, Yığdırdan olan din xadimlərimizi işğaldan azad olunmuş ərazilərimizə, Şuşaya səfərini təşkil etmişdik və həmin səfər çərçivəsində də Şuşada, Şuşa məscidlərində, Buxarı Gövhər Ağa məscidində qılınmış vəhdət namazı bugün Naxçıvanda da davam etdirilir. Bu bir missiyadır və mənə elə gəlir ki, uğurlu, eyni zamanda mübarək bir missiyadır və çox şadıq ki, Azərbaycan bu missiyanın həm daşıyıcısı, eyni zamanda həm də təbliğatçısına çevrilməkdədir. Bugün artıq silah gücü ilə deyil, bugün hər kəs istər elm adamları, istər din adamları, istər bizim siyasilərimiz, bugünkü günü artıq biz sözlə, kəlamla dünyaya çatdıraraq öz siyasətimizi irəli aparırıq. Və bugün din adamlarının da bildiyimiz kimi öhdəsinə çox böyük vəzifələr düşür ki, o vəzifələrdən biri də budur ki, biz tarixi keçmişimizi, tarixi, mədəni, dini irsimizi biz tarixdən silinməməsi üçün onu hər zaman belə konferansların keçirilməsi ilə, xüsusilə belə tədbirlərin xalqımıza həqiqətlərin, gerçəklərin çatdırılması ilə, məsələn, bugünkü gündə dini qurumlarla iş üzrə idarənin keçirdiyi bu tədbir və o cümlədən Qafqaz Müsəlmanları Ruhani İdarəsinin zaman-zaman, hər zaman Şeyx Həzrətlərinin keçirdiyi tədbirlər ki, bu konseptdə, bu yöndə çox geniş vüsət şəklini almışdır. Gürcüstandan nümayəndə heyəti hal-hazırda Naxçıvandayıq. Mənəvi dəyərlərin təbliği fonunda konferansda iştirak edirik. Bu cür konferansların, görüşlərin keçirilməsi çox önəmlidir. Həm yeni tanışlıqlar əldə olunur, ruhanilər bir-birlərini daha yaxından tanıyırlar, daha yeni fikirlərdən mübadilə olunur və bu dəyərlərin təbliği bugünkü günümüzdə çox önəmlidir və çox lazımdır. Biz bir millət, iki dövlətiz. Onun üçün mərhum Məhəmməd Akif der ki, girmədən təfrika bir millətə düşman girəməz. Toplu vurduqca ürəklər onu top sindirəməz.
Sen ben desin efrat, aradan vahdeti kaldır. Milletler için kıyamet işte o zamandır. Onun için zor zamanları geride atlattık. Bu Zengezur yolunun açılışıyla birlikte inşallah kültür yolu açılacak. Diller birleşecek, gönüller birleşecek. Bugün burada önemli bir şeyi ben ifade ettim, onu tekrar etmek istiyorum müsaadenizle. Bugün biz çeşitli bölgelerden gelen kardeşlerimizle beraber biz buradan Zengezur koridorunu fiilen açtık. Elhamdülillah inşallah yakın bir zamanda da maddeten açılacak ve ayrılıklar kalkacak, aileler buluşacak, toplumlar kucaklaşacak, Türk dünyası bir olacak, bütün olacak. Belə bir tədbirin Muxtar Respublikamızda keçməsi biz din xadimləri üçün böyük bir sevindirici haldır. Qeyd edim ki, biz dünən Kazım Qarabəkir Paşa məscidində vəhdət namazı qıldıq. Eyni zamanda axşam şam namazını Heydər məscidində Qafqaz Müsəlmanlar İdarəsi Şeyxülislam Həzrətlərinin mavini Yerevan qazısı Hacı Bəxtiyar Nəcəbov tərəfindən vəhdət namazı təşkil olundu və burada bir vəhdətin, bir toplanışın, eyni zamanda bu Zəngəzur yolu adlı bir tədbirin keçirilməsində inşallah ki, qarşıdakı illərdə yolumuz açılar, Zəngəzur Türk dünyasını birləşdirən yolumuz açılacaq və eyni zamanda burada bütün dinlər, bütün müsəlman aləminin burada vəhdəti təşkil olunacaq inşallah.